Deməli, Time 23-cü test tapşırığına baxırıq. Deyir ki, heterozigot ikinci qan qrupuna malik qadınla heterozigot üçüncü qan qrupuna malik kişinin nigahından dünyaya gələn uşaqların neçə faizinin qan plazmasında anti-A antitelinə rast gəlinər? Mən qan qrupları, ümumiyyətlə qan qruplarına aid bir video dərs izahı yerləşdirəcəm. Amma burada biraz qısa məlumat verək, çünki məsələ həllində artıq onu bizdən soruşub. Bir var, antitel olar, antigen olur eritrositin üzərində. Əgər eritrositin üzərində antigen olursa, bax bu eritrositdir, bunun üzərində olur antigen. Amma plazma da, yəni qan biz bilirdik ki, formalı elementlərdən və plazmadan ibarətdir də. Formalı elementlərdə eritrositlər, leykositlər və trombositlərdir. Bir də qanın plazma hissəsində olur antitellər, antitel. Yəni fikir verək, bu eritrositdir. Eritrositdə olur antigen. Amma plazmada olur antitel. Bunun haqqında geniş bir video izah yerləşdirəcəm. Hamıya, yəni başa düşsün, hamıya başa düşüləcək şəkildə. Sadəcə indi məsələyə görə qısa bir izah verək, sonra qan qruplarına ayrı bir video qoyacam. Və indi onu demək istəyirəm ki, bax bizdə plazmada soruşur. Bir də plazmada antitel yerləşəndə bu olur mənfi qan qrupu, amma eritrositdə antigen yerləşəndə olur müsbət qan qrupu. Yəni bizim burada mənfi qan qrupunu tapacağıq. Sonda bizdən dediyi mənfi qan qrupu olacaq. Çünki antitel plazmadan söhbət gedir. Gəlin baxaq. Heterozigot ikinci qan qrupu. Biz bilirik ki, bax ikinci qan qrupu ümumiyyətlə qan qrupu olur 0-0 birinci qan qrupu. A, bir də A0 olur ikinci qan qrupu. Sonra B, bir də B0. Bu olur üçüncü qan qrupu. Bir də AB olur dördüncü qan deməli qrupu. İndi gəlin baxaq. Bax 0-0 bu homozigot vəziyyətdədir. İkinci qan qrupu həm homozigot, həm də heterozigot vəziyyətdə olur. İki versiyası olur. Üçüncü qan qrupu da həm homozigot, həm heterozigot vəziyyətdə olur. Dördüncü qan qrupu yalnız heterozigot. Birinci qan qrupu isə yalnız homozigot vəziyyətdədir. İndi bizdən ikinci qan qrupunu soruşursa, özü deyir. Bir var, məsələdə deməsə ikinci qan qrupu, desək ki, elə sadəcə ikinci qan qrupuna malik qadınla üçüncü qan qrupuna malik kişi, artıq onda biz bax bu iki ehtimalın ikisini də hesablayacağıq. Yəni, çünki ikinci qan qrupu deyir, heterozigot və homozigot olduğunu demirsə, hər ikisini çarpazlaşdıracağıq. Eləcə də 3-də. Yəni, 2 ilə 3-də deyə də bilər məsələdə. Deməyə də bilər. Desə bilirik artıq. Məsələn, bu məsələdə deyir heterozigot ikinci qan qrupu. Mən artıq bilirəm ki, burada söhbət A0-dan gedir, üzr istəyirəm, A0-dan. Bir də heterozigot qadın, deməli bu erkək, heterozigot qadın dediyinə görə bilirəm ki, bu da B0-dır, dişidir. Bəli, üçüncü qan qrupunun heterozigotu budur, ikinci qan qrupunun heterozigotu budur. Və deyir, heterozigot ikinci qan qrupuna malik qadınla heterozigot üçüncü qan qrupuna malik kişinin nigahından dünyaya gələn uşaqların neçə faizinin qan plazmasında A antitelinə rast gəlinər. Gəlin baxaq. Bax, bu bizə iki tip qameti verəcək. 1A, 1-0. Bu da verəcək 1B, bir də 0. Gəlin baxaq. A-la bir dəfə bu B birləşər. Bir dəfə bu A-la bu birləşər. Bir dəfə bu B-lə birləşər. Bir dəfə də bu 0-la 0B. Aha. Bu oldu nə? Dördüncü qan qrupu. Bu oldu ikinci qan qrupu. Bu oldu üçüncü qan qrupu. Bu da oldu birinci qan qrupu. Bax, bütün qan qruplarına malik uşaqlar meydana gələ bilər. Bir də onu yadımızda saxlayaq ki, əgər bizə desə ki, o hansı qan qruplarıdır ki, onların çarpazlaşması zamanı bütün qan qrupuna malik uşaqlar dünyaya gələ bilər. Bu ancaq A0, B0 versiyasındadır. Başqa versiyada belə bir ehtimal olmur. İndi bir dənə cədvəl çəkəcəm. Bax, o cədvəli yadımızda saxlasaq, bu qan qruplarında bizə zaval yoxdur. Bax, deməli var birinci qan qrupu, var demək ikinci qan qrupu, var deməli üçüncü qan qrupu, bir də var dördüncü qan qrupu. Burada yazıram, eritrositdə antigen, bura isə yazıram plazmada antitel. Plazmada
antitel. Buradan da bax, demək bel xətt çəkirəm. Bir dəqiqə mən bunu belə də yazım ki, burada qan qrupları görsənsin. Aha, bax bu qan qrupu nədir? 0-0 qan qrupudur. İkinci qan qrupu olacaq AA, bir də A0. Üçüncü qan qrupu BB, bir də B0. Dördüncü qan qrupu isə olacaq AB. Aha, bax belə. İndi bunun gəlin bir dəqiqə burada əsas məqama diqqət yetirək, çünki bizdən məsələdən onu soruşur. Bax, birinci qan qrupunun eritrositində antigen yoxdur. Yoxdur. Amma əgər bax qulaq asın, antigen yoxdursa antitel var. İndi onu deyəcəm niyə? Burada deməli həm A, həm də B antiteli var. B antiteli var. İkisi də var. Həm A var, həm də B. Birinci harda? Birinci qrupun plazmasında. Eritrositində antigen yoxdur. İkinci qan qrupunda ancaq A antigeni var eritrositdə. Plazmada isə var B antiteli. B antiteli. Üçüncü qrupda var B antigeni. Burada isə var A antiteli. A antiteli. Deməli, burada var. Nə var? Burada var həm A, həm B antigeni. Burada isə yoxdur. Bax, bunu belə yadda saxlayandan sonra indi bir dənə də söz deyim sizə. A antigeni olan yerdə A antiteli ola bilməz. Çünki qanda aglutinasiyaya, çökməyə səbəb ola bilər. Yəni, burada əgər A antigeni varsa, bunu bilirsən, 100% yadındadır ki, ikinci qan qrupunun eritrositində A antigeni var. Mütləq plazmada biləcəksən ki, B antitelidir və ya tərsinə. Məsələn, dördüncü qrupda həm A, həm B antigeni varsa, ona qarşılıq heç bir antitel olmayacaq. Və yaxud da ki, eritrositdə, birinci qrupun eritrositində antigen yoxdursa, deməli, bunlar normal ola biləcək plazmada. Çünki aglutinasiyaya uğrayacaq antigen yoxdur. B antigeni üçüncü. Bir də ki, bu antigenlər qan qruplarının adı ilə bağlıdır. Məsələn, birinci qan qrupu görürsünüz 0-0-da. Buna aid antigen yoxdur. İkinci qan qrupu A ilə daha çox tanınır. Bax, görürsünüz, A antigeni. Üçüncü qan qrupunda B çoxdur. B ilə çox tanınır B antigeni. Böyük ya böyük B. Burada həm A var, həm B var. Görürsünüz, həm A, həm də B antigeni. Yəni, antigenlər qan qruplarının adı ilə bağlıdır. Onların da qarşılığında mütləq əks antitellər olur. Bir də plazmada antitel deyirsə, deməli, burada mənfi qan qrupudur. Eritrositdə antigen deyirsə, deməli, söhbət burada müsbət qan qrupundan deməli gedir. Bizə deyir ki, dünyaya gələn uşaqların neçə faizinin qan plazmasında A antitelinə rast gəlinər. Baxın, A antiteli hardadır? Burada bütün uşaqlar əmələ gəlib, bütün qan qrupuna aid uşaqlar əmələ gəlibsə, gəlin baxaq, bütün antitellərə baxaq. Bax, bu birinci qan qrupu var ha. Birinci qan qrupunda A antitelinə rast gəlinər. Burada A antiteli var. Bax, birincidə var, gördünüz. A, həm A var, həm də B. Bizdən A-nı soruşur. A antiteli burada var. Bir də harda var A antiteli? Üçüncüdə. Birinci qan qrupunda var, bir də üçüncü qan qrupunda var. Düzdür? 1 ilə 3-də var. Deməli ki, bax, burada 4 dənə ki qan qrupu alınmadı. Bu 4 versiyanın bir dənə burada var A antiteli. Cədvəldən də görürük. Bir dənə də burada var. 4 versiyanın ikisində var. Bunu ixtisar eləyəndə qalır 2-də 1. Bizdən də faizlə soruşduğuna görə 2-də 1-i vururuq 100%. Bu 100 ilə 2 ixtisar gedir. Qalır 50%. Deməli, cavabımız olacaq 50%. Mən qan qruplarına aid ayrıca bir video izah qoyacağam dərsə aid. Siz dəstək olmağı, şərh yazmağı, kanala abunə olmağı unutmayın. Videolarımız, dərslərimiz davamlı olacaq. Məqsəd abituriyentlərə, MİQ və sertifikasiyaya hazırlaşanlara imtahan qabağı dəstək olmaqdır. Çox sağ olun.